Salam əzizləyiciləri, necəsiniz? Ümidlərim ki, yaxşısınız. Yeni gəlinlər ki, mən Aylin Sadıqova Kiçik Qız kitabının müəllifiyəm. Bu günlər sizlərlə çox gözəl bir video ilə qarşınızdayım. Bu günləri mənə verdiyiniz sualları cavablandıracağam. Onda gəlin heç vaxt itirmədən videomuza başlayaq. İlk öncəliklə bunu deyim ki, mən Türk dilində olan şərhləri Azərbaycan dilinə çevirib elə cavab verəcəm və bütün şərhləri əlimdən gəldiyincə bura qoymağa çalışacağım. Gəlin ilk şərhimizlə başlayaq. İlk öncəliklə neçə yaşındasam? Mən bunu bütün videolarımın girişində deyirəm ki, 12 yaşındayam. Kanala başlayanda nə düşündüm? Mən kanala başlayanda əslində heç nə bilmirdim. Necə video atılır, necə post paylaşılır, necə izləyicilərlə davranmaq lazımdır, hətta onu belə bilmirdim. Bu bilməm normal idi, çünki 6-7 yaşında istəyirdim onu. Amma başlayanda 11 yaşım falan olardı. Heç nə bilmirdim, amma bura qədər gələcəyimi düşünmürdüm. Linçlərə qarşı hansı hisslərim var, yəni belə deyim, hansı tepkilər versənlər Türklər demiş. Mən linç olanda çox vecimə almıram, çünki bir insan əgər sizə qıcıqlanırsa, yəni belə bir şərh atırsa, deməlisə nədənsə qıcıqlanır. Buna görə çox vecimə deyil, amma belə çox ağır olanda kanalımdan gizlədirəm. Hətta dəfələrlə olub. Niyə bu qədər gözəlsən, o sən gözəliyim. Digər şərhimiz YouTube'da izlədiyim son video. Bu məncə doğruluq cəsarətə aiddir, amma yenə də heç özümü bilmirəm. Elə özümün son videosu. Özümün videosudur burada. Digər şərh. Yazıçılığa nə zaman başladın? Yəni necə başladın? Mən 7 yaşında başladım. Bilirəm bu çox üçün qəribə gəlir, amma mən 7 yaşında başlamışam. Bu necə oldu? Məsələn, mən hekayə dinləməyi çox sevirəm. Nağıl dinləməyi, hekayə dinləməyi çox sevirəm. Mənim nənəm, anam mənə hekayə danışandan sonra, nağıl danışandan sonra mən onun davamını fikirləşdim ki, bundan sonra nə ola bilər? Artıq bunu ailəmə dedikdə, nənəmə dedikdə mənə bir dəftər aldılar, dedilər ki, buraya yaz. Və o gündən bu günə bura qədər gələcəyimi heç düşünmürdüm bunda da. Digər şərhimiz. Ən çox sevdiyin kitab hansıdır və niyə? Ən çox sevdiyim kitab tək bunu fikirləşmişəm və gətirmişəm. Bu kitabdır. Bu kitabı mən 2025-in son vaxtlarında bitirmişəm. Bunu da elə dünən olardı. Dünən ya da bir-iki gün əvvəl, hər neysə. Deməli, bu iki kitabı niyə? Bu Francis Burnet'in Sirli Bağ kitabıdır. Bu da yazıcının adını deyə bilmirəm, çünki səhv deyirəm. Atıcıq oyunları. Bu kitab niyə? Bu kitabda bir qızın öz başına valideynləri itirdikdən sonra necə ayaqda dura bilməsi haqqında danışır. Bu kitabda isə həqiqətən insanlar dərindən yaşaya bilərsiniz. Yəni sadəcə o spoiler verim. Bu kitablar tərs. Videoları çəkərkən ən çox gülməli an nə olub? Bu videonun başlayanda olub, elə bu videoda olub. Mən bayaqlarım videoya dəfələrlə giriş etmişəm, bəlkə bu 3-cü, 4-cü girişimdir. Mənim ilk 2-ci girişimdə, 2 dəfə girişimdə mən nə vaxt giriş eləsəm, qardaşım oradan istəməyərək asqırırdı. Mən də oradan sağlam ol deyirdim, o yenə asqırırdı, mən ona sağlam ol deyirdim. Hətta orada mənə gülərək izləyir. Yəni budur, ona bayaqdan gülürəm, axırda gülmədən yenə gülürəm, amma davam edirəm. İzləyicilərin sənə göndərdiyi mesajlardan hansı səni həqiqətən təsirləndirib? Həqiqətən bunu hiss edərək və ürəkdən göndəriblərsə, bu məni çox təsirləndirir daha çox, amma bütün izləyicilərin mən mesajlarına təsirlənirəm onsuzda. Yazıçılıq və blogerlik arasında ən çox sevdiyim tərəf hansıdır? İkisinin də əmək verməsi, çünki həqiqətən hər iki işlərdə əmək var. Əgər bir gün bütün abunəçilərin sənə bir sual verə bilsəydi, sənin cavabın nə olardı? Mənim 3883 nəfər, indi bu dəqiqə abunəçim var. Hamısı birdən mənə sual versəydi, mən heç nə başa düşə bilməzdim. Ona görə hər birinə fərqli vaxtlar ayırardım. Fərqli vaxtlar. Hər nəsə. Və deyərdim ki, sən o gün gəl, sən bu gün gəl, cavab verərdim. Ya da bir günün bütün sizə sərf edərdim, təki siz olun.
Səncə səmimiyyət insanları daha çox cəlb edirmi, yoxsa texniki qabiliyyət? Məncə məsələn, məndə insanları cəlb edən ya da insanlardan məni cəlb edən, desən ikisini mənə gəlirəm. Mən insanları nəyə cəlb oluna bilirəm? Səmimiyyətə. Çünki bir insan səmimiyyəti yoxdursa, yəni mən ona salam, necəsən, yəni mən salam deyib keçsə, mən belə nə yaşayırsan deyə bilərəm. Səmimiyyət, ancaq səmimiyyət. Bir videonu hazırlayanda ən çox hansı hissəni sevirsən? Çəkmək, redaktə etmək, yoxsa paylaşmaq? Mən çəkməyi və paylaşmağı daha çox sevirəm. Niyə? Çünki çəkəndə həqiqətən ürəkdən çəkirəm. Məsələn, bu video olduğu kimi. Paylaşanda da sizlərdən şərh gəldiyi üçün çox belə hissəni çox sevirəm. Ən çox hansı mövzuda yazı yazmaq səni rahatladır? Fantastika. Fantastika çox qəşəngdir. Yəni mən bu dəqiqə hər şeyi yaza bilərəm. Bloger və yazıçı olmağın arasında heç vaxt qarşılaşdırdığın bir an olubmu? Yox, olmuyor. Əgər gələcəkdə bir layihə seçmək imkanı olsaydı, yazı yazmaq, vlog çəkmək, yoxsa başqa bir şey, hansını seçərdin? Arada danışa bilmirəm, çünki fikrim yayınır. Yazı yazmaq çünki mənim uşaqlıqdan xəyalım budur. Real həyatda ən yaxın dostun kimdir? Yalnız bir nəfər. Gülgün. Daha sonra, ən çox sevdiyin 3 şey nədir? Ən çox sevdiyim 3 şey ailəm, kitablar, sizlər. Hədəfin neçə abunədir? Hədəfim indilik 4000-dir, amma əsl hədəfim 10.000-dir. Favorit hobbin nədir? Yaz yazmaq, kitab oxumaq. Daha doğrusu musiqi dinləməkdə var. YouTube'a girməni ən çox kim dəstəkləyir? Yəni YouTube'a bir üzv olaraq daxil olmaq. Bu məncə anam. Kitabı internetdə yanlayacaqsan, yəni kitabını Wattpad'da falan. Yox, onu düşünmürəm. Çünki yəni bilmirəm, amma düşünmürəm. Hansı şəhərdə yaşayırsan? Mən Bakıda yaşayıram. Amma hansı şəhər olduğunu deyə bilmərəm. Yəni onsuz da Bakı bir şəhərdir, amma hansı bölgəsi olduğunu deyə bilmərəm. Aha, sonra takipçilər, yəni izləyicilərlə bir yerdə olmağı düşünürsən, yəni buluşmaq. Buluşmaq deyəndə, YouTuberların etdiyi kimi. Onlar əslində hətta necə bir yerdə təqdimatımda, kitab təqdimatımda mütləq buluşacaq. Sevilirsən, mən də sizi çox sevirəm. Ən çox sevdiyin rəng açıq mavi, ancaq açıq mavi başqa bir rəng. Kampa getsən yanına alacağın 5 şey. Mən kampa getsəm 5 şey nə ala bilərəm? Su, əlbəttə ki, su yaşam mənbəyidir. Kitab, özdə necə bir kitab, belə qalın boyda kitab. Çünki mən həqiqətən sıxılanda kitab oxuyuram. Dəftər, qələm alaram. Bu neçə oldu, 4 oldu deyəsən. Bir də nə alaram? Ya qardaşımı götürərəm, ya yemək yeyərəm, yemək götürərəm. Çünki qardaşımsız olmur, yemək olmadan heç olmur. İlk videomuz bu qədər idi. Və sizə bir şey deyəcəm. Mənim qardaşımın bir kanalı var və ona da abunə olsanız çox sevinərəm. Çox sevinərəm. O da mənim kimi belə videolar paylaşacaq. Shorts videolar, həm belə videolar paylaşa bilər. Dəstək olsanız çox sevinərəm. Heç başa düşmürəm. Hər neysə, bugünlük videomuz bu qədər idi. Sizi çox sevirəm. Hələlik.